Deməli, konsultasiyalarda ən çox cavablandırmağa tərcih etdiyim suallardan biri bilirsiniz nədir? Soruşurlar ki, tərcihlər burada hal-hazırda çox yaxşı işləyirəm. Onu maaşım da yaxşıdır, yəni normal ortalamaya görə onu qoyub getmək istəmirəm. Bəlkə 2 il sonra mı, 1 il sonra mı müraciət edim magistr xaricə və yaxud da əsgərliyə gedim, gəlim sonra ya da birinci təhsil almağa gedim ya da yəni ümumiyyətlə bu qərar verməli olan məsələlərdir. Amma mən həyatımda həmişə risk alan biri olaraq və mən də çox yaxşı maaşlı bir iş təklifini qoyaraq tarixdə təhsil almağı seçmişdim. Və həqiqətən də yəni Azərbaycan ortalamasından çox üstlərdəydi və eyni zamanda pozisiya olaraq da çox yaxşı bir iş idi. Sadəcə mənim qərarım, mən yeniliklər sınamaq istəyirəm, risk almaq istəyirəm, görmək istəyirəm nə necə olacaq deyə. Yəni ümumiyyətlə yeni fürsətlər, yeni insanlar, fərqli bir perspektiv. Bu həyat tərzini istəmirəm, tərzində yanaşaraq risk almışdım. Amma ola bilər siz o həyat tərzini sevirsiniz. Ümumiyyətlə o iş rejimi sizin üçün uyğundur və yəni 2 il sonra da magistr etmək